belə bir ünvanlayaq ki, əgər istəyirsənsə Allah səni bağışlasın, bəzi məsələlər var ki, onlara fikir verməlisən. Sən də bağışlanasan. Allah subhanahu wa ta'ala Kur'an-ı Kerimdə buyurur ki, فَمَنْ عَفَى وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللّٰهِ. Bununla belə, hər kəs pislik edəni bağışlasa və onunla barışsa, onun mükafatı Allaha aiddir. Kimsə sənə qarşı nəsə pislik etdikdə, çalış ki, onu sən də bağışlayasın. Əgər istəyirsənsə, bağışlanasan, sən də bağışla. Düz bu, nəfslər üçün ağır olan bir məsələdir. Nəfs bunu istəmir. İstəmir ki, bağışlasın. Lakin fikirləşmək lazımdır ki, sən bağışlayanda Allah da səni bağışlayacaq. Çalış ki, qiyamət günə saxlama. Bu dünyada halallıq ver getsin. Subhanallah, insanların arasında belə bir şey var. İnsanların indində, yəni insanların nəzəriyyəsində. Kimsə kiməsə nəsə eləyəndə çox çətinliklə ona halallıq verir. Çox çətinliklə onu bağışlayır. Hətta bağışlasa da belə qəlbində qalır o. Düzdür yoxsa yox? Amma subhanallah, vallahi, nə qədər cahillik varsa insanlarda, hamımızda Allah ıslah eləsin. Allah subhanahu teala, Allah, yerlərin və gölən sahibi subhanahu teala. Nə qədər günah eləyirsən, Allah səni bağışlayır.